Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdahu la şərikə ləh və yətəvəlləs salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluh. Və sallallahu aleyhi və səlləmə salətən və sələmən daimeyn mütələzimeyn ilə yevmiddin. Allahümme enfa'ni bimə əlləmtən və əllimni mə yənfa'ni və zidni ilmə. Sonra İbn Teymiyyə rahiməhullah növbəti bir bab açaraq gətirir ki, وَقَدْ دَخَلَ فِي هَذِهِ الْجُمْلَةِ مَا وَصَفَ اللّٰهُ بِهِ نَفْسَهُ فِي سُورَةِ الْإِخْلَاسِ. Və həmçinin bu cümləyə də daxil etmək olar ki, Allah Subhanahu və Teala öz nəfsini, özünü İxlas surəsində də vəsf etdi. İxlas surəsində açıq aydın nədir? Vəsf edir. Əlləti tə'dilu thuluthul Qur'an. Hansı ki, Quranın 1/3-ə bərabərdir. Demək, İxlas surəsi Quranın 1/3-ə bərabərdir. Heythu yəqul, Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yuləd və ləm yəkul ləhu kufuvən əhəd. De, o Allah təkdir, o ehtiyacsızdır, heç nəyə möhtac deyil. O nə? Ləm yəlid doğulub, nə doğur, nə də doğulub. Nə doğur, nə doğulub. Və ləm yəkul ləhu kufuvan əhəd. Onun heç bir bənzəri yoxdur. Burada əsasən qayə, onun heç bir bənzəri yoxdur. Əsma sifətdəndir və həmçinin o təkdir. Və bunu geniş şəkildə nədir? Şeyx açıqlayacaqdır. Yəhtemül həzi yuridu bihə qavluhu və huvə qad cəməə fiyhə vasafa və səmmə bihi nəfsə beynə nəfi vəl-isbət. Burada deyir, artıq Allah Subhanahu və Teala həm qadağa, həm də isbat olaraq nədir? Vəsf edir. Nə qadağadır, onu da vəsf edir. Ləm yəlid doğulur, yuləd eyni. Nə doğur, nə də doğulur. Nə doğur, nə doğulur. Bu artıq nədir? Nəfidir. Və yaxud da deyə bilərsən, nə doğandır, nə doğulandır. Yəni bunlar hamısı nədir? Eyni mənanı daşıyır. Və yəhtemul ən yurid mə səbəqə من أن أهل السنة والجماعة يصفون الله تعالى بما وصف به نفسه وما وصف به الرسول. Və bundan da ehtimaldır ki, Əhl-Sünnə vəl-Cəmaə Allah Subhanahu və Teala'nı özü və onun Rasulunu vəsf etdiyi kimlədir? Vəsf edir. Kənə izə kənə surətən və mə bə'dəhə daxilən fi damən mə səbəq. Bu surədə və öncəkilər də buna nədir? Zəmanət verir ki, Allah Subhanahu və Teala özünü vəsf etdiyi kimi etmək lazımdır. Geniş şəkildə bunu şeyx nədir? Açıqlayacaqdır. İxlas surasına gəldikdə, Yə ibarətü min əyət min kitabillahi məsur musavvaratu əy munfasilə əmmə qabləhə və əmmə bə'dəhə kəlbənə illəzə əhədə bihi suvar. Necə ki, İxlas bu ayələr Allah Subhanahu Taala'nın kitablarındandır. Kitabında olan nədir? Ayələrdəndir və ya surədir. İxlas o şeydir ki, şeyx gətirir ki, tənqiyə, yəni nədir? Əlləti nuqiyyət və ləm yüşbihə şeyi. İxlas elə bir şeydir ki, ona heç nə bənzəmir. Ona, bax bunu yadda saxlayın. İxlas elə bir şeydir, keçən dəfə də biraz vurğuladıq ixlasdan, yəni bu gün də davam edirik. İxlas elə bir şeydir ki, ona heç nə bənzəmir. Ona nə bənzədə bilərsən? Məsələn, ixlas dedikdə bir şeyi xalis olaraq Allaha yönəldirsən. Elədirmi? Bir şeyi xalis olaraq Allaha yönəldirsən. O, xalislikdən çıxan bir şey artıq Allaha doğru yönəlmir. Elə deyilmi? Demək, sən
ixlası başqa bir şeylə ona oxşadarsansa da, o ixlaslıqda qalır, yoxsa çıxır? Çıxır. Demək, şeyx buradan bir dənə istinbat çıxardaraq deyir ki, ixlas elə bir şeydir. وَلَمْ يُشْبِهَ şeyun. Ona heç nə bənzəmir. Yəni, Allaha olan ixlasa nəyə bənzədə bilərsən ola? Heç nəyə bənzədə bilmirsən. Bir dənə təfəkkür elə. Nətər eləyə bilərsən ki, onunla bərabər bənzərsin, bir-birinə oxşasın? Mümkün deyil. Bax, ona görə də fikir və surətin adına ixlas, burada olanları başqası üçün, başqa bir şey üçün bənzədə bilməzsən. Bax, ona görə ayənin sonunda nə gəlir? Ona bənzər heç nə. وَلَمْ يَكُلْ لَهُ كُفُوًا أَحَدٌ. Sadəcə tədəbbür etmək lazım. Niyə bunun adı ixlasdır? Aydın o? Yəni, lə təşbih şeyən. Ətəsən deyə bilərsən. Ona heç bir bənzər olan yoxdur. Bənzədə bilməzsən. Və ona görə də Şeyx Hüseymin Rahiməhullah gətirir, bu dərya bir şeydir. Sadəcə nədir? Düşünmək lazımdır ki, artıq nədir? Bu niyə ixlasdır? İxlas nədir? Və sumiyyət bizəlikə qili ənəhu tədəmməni ixlası lillahi azza və cəl. Və həmçinin deyirlər ki, Allah Subhanahu və Teala'ya olan ixlas surədə gedənləri, surədə keçənləri tələb edir. Bax, Allaha olan ixlas, niyə ixlas surəsidir? Niyə adı ixlasdır? Allaha ixlaslı olmaq istəyirsənsə, surədə gedənləri, keçənləri, ayələri sən başa düş. Onun tələbini qəbul etməlisən. Keçəcək nətərdir? Aydın oldu mu? Əgər ixlaslısansa da, ixlaslı olmaq istəyirsənsə də, surədə keçən ayələri o, ixlasın tələbidir. Onlar tələbdir. Bu, səndən tələb olunur. Çatdıra bildim? وَنْ əmənə bihə. Birinci iman gətirməlisən. O başdadır. Allaha iman gətirməlisən. O əvvəl. Və huvə muxlis. İxlaslı olaraq. Yəni, fətəkunu bimə'nə muxlisən li qariə. Əy ənəl insəni izə qarəəhə müminən bihə fəqəd əxləsə lilləh azza və cəl. وقيل لأنها مخلصة بفتح اللام لأن الله تعالى أخلصها لنفسه فلم يذكر فيها شيئا من الأحكام ولا شيئا من الأخبار عن غيره بل هي أخبار خاصة بالله والوجهان صحيحان ولا منافات بينهما. Yəni sən Allaha ixlaslı olursansa da sənin oxuduqlarına xas olaraq iman gətirməlisən. Ayələrə xas olaraq iman gətirməlisən. Oradakı əhkamları qəbul etməlisən və xəbərləri qəbul etməlisən. Və xəbərləri, əhkamları qəbul etdiyin halda iman gətirirsən. İman gətirdiyi halda ixlaslı olursan. İxlaslı olduğun halda artıq tələb olunanları, əhatə olunanları İxlas surəsində qəbul edirsən. Qəbul etdiyin halda da sən olursan ixlaslı biri mömin, inşallah, və müsəlman. Onun üçün məsələ, İxlas surəsi boş yerə deyilməyibdir, Quran 1/3-dir. Burada həqiqət var. Burada qayə var. Niyə? Niyə axı? Demək, niyə tələb olunanları qəbul edib və iman gətirməlisən? Tələb olunanlar gələcək. Deyirik ki, əllədi təədülü thuluthul Qur'an. Deyirik ki, Quranın 1/3-ə bərabərdir. Dəlil qavli Nəbi sallallahu aleyhi ve sellem də əshabi ya'cuz əhadukum ən yəqra thuluthul Qur'anə fil-leyl. Sizdən biriniz deyir, acizdirmi ki, Quranın gecə deyir, 1/3 hissəsini oxumaq və ya deyir, çətin, əcəz, acizlik o deməkdir, yəni ki, çətinlik mi çəkir, edə bilmirmi, bacarmırmı və yaxud da bacarırmı Quran 1/3-ni oxumağı? Qamısan sual verir, qalu, keyfə ya Rasulullah, ya Rasulallah, deyir, necə deyir, Allahın Rasulü, bu necə olur, deyir. Allah deyir ki, qalə, Allahu əhəd, Allahu saməd, tə'dilə thuluthul Qur'an, bir cinən ki, Allah təhdir. Allah ehtiyacsızdır. Saməd ehtiyacsız, yəni ehtiyacı olmayan və yaxud da ki, bəzi təfsirçilərdə gətirmək üçün onun yeməyə, içməyə ehtiyacı olmayan qəsd olunan əsasən nədir? Budur. Deyir, əgər bunları deyirsənsə də, oxursansa, Quranın deyir nədir? 1/3-ni oxumuş kimisən. Yəni ki, burada böyük nədir bir? Dərya var. Dərya var.
وهذه السورة تعدل ثلث القرآن من في جزاء الله في إجزاء وذلك من ثبت عن النبي صلى الله عليه وسلم أن من قال لا إله إلا الله وحده لا شريك له له الملك وله الحمد وهو على كل شيء قدير 10 مرة كأنما أعتق 4 أنفس ببني İsmail. Deyir ki, yaxşı, Quranın oxudun 3də 1 deyəndə də cəza olaraq da, cüz olaraq da deyir, savab qazansın. Cəza nədir? Əhsən. Cüz nədir? Xatm olaraq qazansan, yoxsa cüz olaraq qazan? Yox, mükafat. Əhsən, mükafat olaraq nədir? Qazanırsan. Dəlil olaraq da nəyə gətirirdi? Kim deyir bu, bax, Peyğəmbər hədisini gətirir. Kim deyir bunu deyərsə, la ilahe illallah vahdahu la şərikə lə, ləhul mulk və ləlhamd və huve alə kulli şeyin qadir 10 dəfə deyərsə, birisi də bu məsul hədisdə elə bilirən ki, 4 dənə Bəni İsmaildən nə edir? Azad, şöyle azad edir. Bir hədisdə də gəlib nədir? 10 dənə. Bir hədisdə də yəni şeylər çoxdur. Variantlar çoxdur vaxtda. Gəlibdir sübhdən sonra 10 dəfə durmadan, bir də məğribdən sonra 10 dəfə durmadan. Elə bir ki, İsmail oğlanlarından 4 şey azad etmiş olur, şəxs azad etmiş olur. Bu savab olaraqdır, yoxsa insanlara azad edilsən? Savab. İnsan var mı ki azad edilsən? Demək nədir? Əcr olaraq. Bunu ona nə nədir? Qiyas gətirdi. Aydın oldu mu yəni burada məsələ ki, yəni 3də 1-i dedikdə o cüz olaraq yox, cəza olaraq, yəni savab olaraq gəlir. 10 dəfə o zikr dedikdə isə la ilahe illallah və şərqə zikrini 4 dənə kölə azadını etməyin savabını qazansın. Bu dəhşətli bir şeydir ha. Yəni əziyyət çəkmirsən. Elə bir dəhşətli bir şey tərəsindən 100 deyəsən. Bax, bir dənə salam verdin, 3 şey gəlib. Allahumma inni əs'əluka ilmən nafi'an və rizqan tayyibən və əmələn mutaqabbələn. 3 dəfə. Sonra 10 dəfə. La ilahe illallah vahdahu la şərikə ləh. Bunu deyirsən. 10 dəfə. Allahumma əcirnə minən-nər. Allahumma əcirnə. 10 dəfədən bunu dedin. O gün ən xeyirli insansan. 4 dənə buradan qazandın. 4 qulunu azad etmək. Qalan da həmən günü ən xeyirli insanlardan birisən. Allahdan həm də cəhənnəm. Allahdan bunu istədin, təhliyini isbatladın. Bunu istədin və həmçinin nədir? Cəhənnəmindən Rəbbinə neynədin? Sığındın. Yəni bundan gözəl bir şey yoxdur. Yəni şey demiş, yəni uzaq başı çəksin hərəsində 1 saniyə. 30 saniyə sən bu zikr elə də. Yəni gör nə qazanırsan 30 saniyə içərisində, gör nə qazan, nəyi əldən verirsən. Bax, bir dənə fikirləş, nəyi qazanırsan, nəyi əldən verirsən. Və ona görə elə bir şeylər var ki, az bir şeydir, amma dəyəri dəhşətli bir şeydir. Bax, onlardan biri də budur. Bax, insanın nəfsinə biraz ağır gəlir də, bir 100 dəfə la ilahe illallah oturur. Bir hədisdə ki, kim onu deyərsə, həmən gün ən xeyirlidir. Kim ondan üstün deyərsə, ondan xeyirlidir. Məsələn, bir 100 dəfə, məsələn, Subhanallah, la ilahe illallah, biraz şey gəlir, bir 7-8 dəqiqəsə. Buna bax, 30 saniyə bunların hamısını ötür. 30 saniyə. Ona görə bax, gətirir ki, buna qiyas olaraq niyə gətirir ki, bunu bilib əməl eləyəsən deyə. Qiyas gətirir ki, bax, belə dəhşətli nədir? Bir şeylər var, zikirlər var. وقال العلماء وجه كونها تعدل ثلث القرآن أن مباحث القرآن خبر عن الله وخبر عن المخلوقات وأحكام هذا الثلاثة. Alimlər gətirir ki, niyə? Quranın 3də 1-idir. Niyə? Sual. 1. Ona görə ki, deyir, birinci deyir, Allah Subhanahu Teala'dan xəbər gəlir orada. Allah Subhanahu Teala'dan xəbər verilir. İkinci deyir, yaratdıqlarından xəbər verilir, məxluqatdan. Üçüncü də deyir, əhkamlar var. Demək, nə lazımdır, hamısı bir yerdə cəm olubdur. Nə lazımdır, hamısı cəm olub. 1. Yadda saxla, soruşacağım. Demək, burada qəsd olunan əsas nədir? Birinci, Allahdan xəbər verilir ona görə. İkinci, yaratdıqlarına, məxluqlardan. Üçüncü, əhkamlardan. Yadda qaldı? Məsələn, xəbər deyəndə deyir, hardan çıxartdın? Deyir ki, xəbər anillə, Allahdan xəbər dedikdə, bu surədə Qul huvallahu əhəd. De, Allah təkdir. Kimdən xəbər verir? Və
yətədəmmənəhu və onu əhatə edən, onu tələb edənlər. De, Allah təkdir və orada tələb olunanlar. Tələb olunanlar nədir? Allahın təkliyi. La iləhə illallah və onun nədir? Şərtləri. Allahın varlığı, əsmə, sifət. Tələb olunanlar. Ar-Rahman, Rahim. O, rəhimli və rəhmandır. Və bunu neyinsən? Ətrafını bilirsən. O qadidir, o xalikdir, o xəllaqdır, o vahhabdır. Bunların hamısı əhatə edikdə de, Allah təkdir. Demək, Allah haqqında elm. Nə? Nə? Allah'ı bilmək. Nə elmi? Allah'ı bilmək. Tövhid. Tövhid. Demək, Allah və Allah. Qul huvallahu əhəd. De, Allah təkdir. Və deyir, bunun da bərabərində onu tələb edənləri bilməlisən. Nədir? Tövhid. Tövhid və onun əhkamları, qaydaları. Allahın varlığını belə bilərsən. Allahın varlığını belə tanıya bilərsən. Başqa necə tanıya bilərsən? Deyir, Allah təkdir, Allah təkdir. Bir də o la ilahe illallah deyir, görüm, deyir, Allahdan başqa Allah yoxdur. Aydın oldu mu? Demək, sən hələ Allahın varlığını bilmirsən. Onu tələb edən əhkamları bilmirsən. Aydın oldu mu? Bax, budur məsələ. Allahı tanımaq budur. İxlas Surəsi bundan bəhs eləyir. İkinci, xəbəru anil məxluqat. Deyir, məxluqlardan xəbər. Kəl ixbər. Məsələn, xəbərlər. Anil imam səbiq. Və-l-ixbər anil həvadithi hədirə və həvadithi müstəqbəl. Yəni, yaratdıqlarından, keçmişdən, gələcəkdən, indiki vaxtlardan və bunlardan nədir? Xəbər verməsi. Allah subhanahu wa ta'ala yaratdıqlarına verirmi xəbər? Xələqəs səməvatu vəl-arda fi sittəti əyyəm, thumma istəvə aləl-arş. Yeri göyü 6 gündə yarattı, nədir? Xəbər verdi mi? Nədən xəbər verdi? Sonra nədən xəbər verdi? Gör nədən xəbər? Yer, göy, istəvə, arş. Bir ayədə. İndi sən bax. Yerdən göyə və onun içində olanlar, keçdik də bunlar, aralarında 500 il və onların arasında olan məsafələr, hələ yerdən göyə arası, yəni belə, arşa qədər. Və sonra gəldik, orada nədir? Meyrac, orada olan peyğəmbərlər, kimlərdən necə danışıb? İndi sən bunun əhatəsinə bax da. Yer yetdi, yeri, göyü yaratdı, arşa istiva etdi. Yəni, düşündüyün yer, göy bundan bitmir. Yəni, bunu Allah subhanahu wa ta'ala məxluqlarından xəbər verir ki, yəni, onu tədəbbür elə orada nələr var, nələr. Və mə ya'ləmu cünudə rabbikə illəhu. Onun ordusunu, cünud nədir ordusunu? Ondan başqa söhbət nədən gedir? Mələklərdən. Mələklərdən. Bu damcının hər biri bir mələk gətirir. Yəni, onların arasındakını tədəbbür et. Düşün. Arşı daşıyan, boyunla boğazı 500, bir hədisdə 700. Hansı illə də Allah bilir. Arş, səhriyə atırsan bir qum dənəsi. Bax, nələr var. Yəni, sadəcə Allah subhanahu wa ta'ala yeri, göyü, arş və onun üzərinə istiva etdi. Bunu bir dənə düşün. Hamısını məxluqatdan deyil, axırda nədir? Özündən xəbər verir. Bu da nədir? Allahı tanıma, əsmə, sifət, feili sifət. Budur. Qısa deyil. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, gecə vaxtı Quran 1/3 oxumaq acizlikdirmi? Yəni, çətin deyil ki. Dedi, Allah nasıl, necə olur, nə çətinlikdir? Aleyhissalam, bir dənə onu oxumaqla, onu oxumaq tədəbbür et, ətrafına fikir ver, gör nələr var. Ona görə demək, İxlas surəsi birinci nədən xəbər verdi? Varlıq. İkinci, məxluqatın yaradılışından. Sadəcə mən qısa olaraq deyirəm, bu dəhşətdir. Bunun ətrafında hərrənmək dəhşətdir. Yəni, nələr, insan oxuduqca nələr gəlir, nələr. Üçüncü gətirir ki, və fəaliz əhkəm, əhkamlardır ki, əqimu, ətu, lə tuşriku, ben bunu gətirin, ona şərik qoşmayın, buna qalxın, bunu əməl edin. Həzə və əhsənu mə qilə fi qavnihi tə'adülü thuluth. Ona görə deyir, artıq bu üç şey əsaslardandır. وسبب نزول عن سورة أن المشركين قالوا رسول الله عليه الصلاة والسلام صف لنا ربك فأنزل الله هذه السورة وقيل بل يهود هم الذين زعموا أن الله خلق من كذا وكذا من كذا وكذا مما يقولون من مواد فأنزل الله سورة
Sava sahha səbəbə ən ləm yəsih və aleynə izə suilnə əyi suəl anilləhi ən nəqul qul huvəllahu əhəd Allahu samad. Bunun nazil olma səbəbi nə idi? Deyir ki, yaxşı, bu İxlas surəsinin səbəb nə idi ki, nazil oldu? Bu cür, geniş şəkildə. Qısa və geniş. O vaxt ki, müşriklər dedilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə ki, sıf lənə Rabbək, Rəbbini bizə vəsf et. Rəbbini bizə vəsf et. Bəzi yahudilər dedi ki, Allah subhanə və teala zənni iddia etdilər ki, bu cür və bu cür maddələrdəndir, yaradılıb. Belə bir iftira atdılar. Və Allah subhanə və teala bu ayələr və bu surəni nazil etdi. Bununla da nöqtə. Çünki bunun mənasını yaxşı başa düşürdülər. Yahudilər də, Nəsranilər də gözəl başa düşürdülər. Hamısına Allah təkdir. Yəni, heç bir maddə yarana bilməz. O, ehtiyacsızdır. Yəni, heç nəyə ehtiyacı yoxdur. Onlar başqa cür demişdilər. Nəsranilərə gəldik. Nə doğulur? Nə doğur, nə doğulur? Ləm yəli və ləm yulə. Getdi Nəsranilərə. Yahudilərə bir də təzdən. Onun heç bir nədir burada? Bənzəri yoxdur. Kufuvan əhəd dedikdə nədir? Bənzəri, oxşarı yoxdur. Bundan da nöqtə həm Nəsranilərə, həm müşriklərə, həm də Yahudilərə. Allah təhkid edəndə müşriklər səsini bağladı. Bitdi. Bir dənə surə gör nə qədər. Sadəcə tədəbbür etmək lazımdır. Yahudi, Nəsrani və müşrik hamısı neynədir? Bağladı. Sonra gətirir ki, Allah sözünə dedikdə Qul huvallahu əhədi, o Allah təkdir. Allah əslən ədəb baxımından deyil deyəsən ki, Allah kəlməsi mübtəda və eləyəndə, eyrab eləyəndə. Yəni, bu bəyənilmir. Baxmayaraq yazılır, amma bəyənilmir. Deyirsən ki, Allah subhanə və teala ləfzu cəlalə. Ləfzu cəlalə, hörmətli ləfz, hörmətli ad. Belə deməyin daha gözəldir. Aləmdir. Aləm nədir? Ərəb dilində ad. Aləm adlar var. Bölünür. Yəni, qrammatika bilənlər bilir. Aləm adlar. Yəni ki, bu aləm adına nədir? Daxildir. Mübtəda, qısa deyirəm, mübtədadır. Alə zətilləh, Allah subhanə və teala'nın zatı isimlərindəndir. Muxtassun billahi. Yəni, Allaha xas olan nədir? Addır. Məsələn, sən deyə bilərsən ki, Məlik. Və sağ deyə bilərəm ki, Rahim. Ad qoya bilərəm. Peyğəmbər nə deyir? Rəhm edin ki, demək, rəhim insana edə bilər. Bu adı vermək olar? Olar. Lakin elə bir adlar var ki, bu muxtasdır, xas olar Allahadır. Onlardan da biri budur. Allah. Haşa estağfurullah, onu kiməsə şəxs olaraq qoya bilməzsən. Əvvəlinə nə qoymalısan? Abdullah. Abdullah. Yəni Allahın qulu. Allahın da ən sevdiyi adlardan biridir. Yəni elə bir adlar var ki, Rahman qoya bilməzsən, Cabbar qoya bilməzsən, Mutakəbbir qoya bilməzsən, Qadir qoya bilməzsən, Xallaq qoya bilməzsən, Xaliq qoya bilməzsən, Qadir qoya bilməzsən. Allahın isimlərindən gedir. Bunlar yəni ki, nədir? Elə xas olan Allahadır. Ona görə qoya bilməzsən bu adları. Allah yəni ilah. İlah yəni mə'luh. Mə'luh nədir? Mə'bud. Allah yəni mə'luh. Yəni ilahlanmış, tək olan Allah. Sonra ondan nə çıxır? Mə'bud, ibadət olunan. Yəni mə'luh. Bax gördün? Allah, mə'luh, mə'luh və mə'bud. Yəni qəsd olunan budur, ibadət olunan. Sən bu adı şəxsə necə qoya bilərsən tək olaraq? Çatdı mı? Sonra gətirir ki, o təkdir. Yəni, artıq bunu açıqlamağa ehtiyac da yoxdur. Yəni, onunla oxşarı, nə də onun şəriki var. Bunun geniş şəkildə keçmişik Allah Subhanahu təhliyə haqqında. Amma elə gəlir, yəni ki, bu haqda artıq lazım olan qədər bilirsiniz.
Saməd dedikdə, Allahu Saməd. Həzə cümlətun müstənifə. Bə'də ənə zikr əhədiyyə və zikr samadiyyə və ətə bihə bi cümləti ma'rifə fi tərəfiyyə və ifadətil hasr. Ey Allah vəhdəhu Saməd. Ya bu deyir artıq vahdəni təkliyi və həmçinin də nöqsanlığı, ehtiyacsızlığı bildirir. Samadə gəldikdə və kəməli fi səhv yazıb burada fi ilmihi, əməlihi yox, fi ilmihi. O elmində nədir? Kamildir. Fi qudrətihi, qudrətində, fi hikmətihi, hikmətində və fi izzətihi, izzətində. Əlləzi cəvfə ləhu. Yəni, Saməd dedikdə, belə təfsirə getdikdə, yəni, mənaca götürürük, tərcümə yox, təfsirə. Odur, lə cəvfə ləh. Baxın, qayda budur. Saməd dediyində, lə cəvfə ləh. Yəni, onun cəvf bir mənaca verir ki, aclıq. Ehtiyacı olan, aclığa ehtiyacı olan bir şəxsə deyilir. Lə cəvfə dedikdə, onun nəyə, aclığa, heç nəyə ehtiyacı yoxdur. Yəni, lə əmə və lə batını. Yəni, onun aclığa ehtiyacı yoxdur dedikdə, onun nəyi yoxdur? Nə mədəsi, nə də qarnı. Baxın, nədən nə çıxır? Sən nətər deyə bilərsən ki, o, filan maddədən yaranıbdır. Başırsan, daha da dərinliyinə gedir. Aydındır, cəvfə dedikdə, ehtiyacı dedikdə, onun nədir? Ehtiyacı olmayan bir şeydə nədir? Artıq bu şeylər də yoxdur. Və lihəzə qil əl-mələkə saməd. Bəziləri ona görə deyir ki, mələklərdə nə var? Saməd. Yəni, ehtiyacı. Saməd o mənada deyil, ha? Allaha məxsus olan bir şey. Xeyr. Yəni, lüğətcə deyirlər ki, mələklər nədir? Onda qarın yoxdur. Saməddir, yəni qarın yoxdur. Yəni, yeməyə bir şey yoxdur. Lüğət baxımından, yəni belə gətirirlər. Lənnəhum leysə ləhu əcva. Çünki deyir, onlar nədir? Ac olmurlar. Aydın oldu mu? Mələklər yiyir. Xeyr, amma cinlər nə inir? Lə yəkulun və lə yəşrabun. Ona görə nə içirlər, nə də içirlər. Allah subhanətələ onlar nədir? O cür yaradıbdır. هذا معنى روي عن عباس رضي الله ولا ينافي المعنى الأول لأنه يدل على غناء بنفسه من جميع خلقه وقيل الصمد بمعنى مفعول أي مصمود إليه أي الذي تصمد إليه خلاك في حوائجها بمعنى نميل إليه وتنتهي إليه وترفع إلى حوائجها فهو بمعنى الذي يحتاج إليه أكل أحد. Yəni buradan da gördüyünüz ki, əgər deyir onların ehtiyacı var idisə da, bunlar artıq yeməli idi, içməli idi. Demək, onlara deyirlər ki, lə təsmidu. Yəni, onların yeməyə ehtiyac yoxdur. Lüğətcə deyirsən, Saməd, lüğətcə nədir? Lə təsmidu. Yəni, danışığında da deyə bilərsən ki, məsəl üçün, Əhməd və lə təsmidu. O yiyib içməyə ehtiyac yoxdur. Yəni, sadəcə feildən nədir istifadə eləyirsən. Amma şəri baxımına gəldikdə, o fərqlənirdi. Allahu Saməd dedikdə, o artıq başqa bir mənadır. Şəri baxımından. Amma mələklərə nədir? Lüğəti baxımından deyirsən. Ona görə bu Saməd məsələsi çox böyükdür. Bir dənə incəlik var. Samədi Səməd deyərsənsə də böyük küfrə gedir. Mənəcə aydındır? Ona görə də qiraətlərdə diqqətli olmaq lazımdır. Çox diqqətli. İminli, xas olaraq bu surədir. Allahu Saməd yox, Səməd dedinsə, həşə. Artıq nədir? Böyük problemə gedir. Sadəcə bunu fayda olaraq dedim. Və kulləmə əhədiyyə və kəməl-i samadiyyə ləm yəlid vəl-vəlidə muhtac ilə vələd. Yəni, ləm yəlid deyəndə əgər deyir, bir evlat varsa da, onun %100 nəyi var? Anası var. Atası var. Elə deyilmi? Ləm yəlid dedikdə Allah subhanahu wa ta'ala birbaşa onlara rəddiyə verir ki, əgər o doğubsa və doğulubsa, yülət, demək bunun valideynləri var. Valideynləri olan hər şeyə ehtiyacı var. Ehtiyacı varsa, niyə Allah subhanətələ yuxarıda Saməd dedi? Demək, hamısı bir-birini bağladı. Əvvəldən dedi, sonda da nöqtəni qoydu. Ki, mümkün deyil yəni. Fikir verdin? Necə gətirdi? Və bununla da neynədi? Cavab çıxmadı. Hələ də cavab yoxdur. Qiyamətə qədər də olamayacaq. Ümumiyyət olmayacaq. Ümumiyyətlə, nəsranilər, yəni həşədən qırağa çıxsaq,
nəsranilər heç vaxt İxlas surəsinə indiyənə qədər rəddiyə gətirə bilməyiblər. Nə yəhudilər, nə nəsranilər. Bir dənə İxlası, bəli, bir dənə İxlas surəsini gözəl şəkildə öyrənib tədəbbür etsən, gözəl şəkildə və bilginən ki, nə nəsrani, nə yəhudi, nə müşrik. Onlar da müşriklərdir. Bir də var, yəni birbaşa Çinlilər, Yaponlara bu qəsd etdiyim bunlar. Yəni, heç vaxt sənin qarşında nədir? Dura bilməz. Ona görə İbn Teymiyyə rahiməhullah gətirir ki, mən bilsəydim ki, Quranı tədəbbür etməklə, anlamaqla, düşünməklə Allah subhanahu wa ta'ala insana belə elm verir, heç bir rəddiyə kitabı yazmazdım. Oturub Quranı tədəbbür edərdim, bu mənə kifayət edərdi. Sonra deyir, وَلَمْ يَكُلْ لَهُ كُفُوًا أَحَدٍ. Onun heç bir dayı, bənzəri nədir? Yoxdur. Və bu da əsma sifətdəndir ki, sən əgər ona doğulan deyərsənsə də artıq bənzədirsən. Sən ona şəriki var deyərsənsə də artıq nədir? Bənzədirsən. Son nöqtə odur ki, nə Yahudi, nə Nəsrani, nə də müşrik deyə bilməz ki, Allahın şəriki və ona bənzəri var. Bu artıq nədir? İxlas surəsi tamamilə məsələni həll edir. Və sonra gətirir başqa bir surənin təfsirini. Burada kifayət elənək. Allah subhanahu bizə kifayət edenlərdən etsin. Subhanəkə Allahum həmdik. Əşhədu ən la iləhə illə əntə əstəğfiruka və etûbu ileyk.